Salamlar, vaxtınız xeyir olsun. Hazırda Avropanın orta mənzilli, yəni Avropanın ECMWF hava tədqiqatları mərkəzinin superkompüter modellərinin hesabladığı yağıntı parametrlərinin son analizlərinə əsasən burada artıq deməli, ödənişli proqram əsasında, yəni birbaşa açıq mənbədən əlavə olan ödənişli əsaslarla burada yağıntıların intensivliyi haqqındakı son fərqləri sizin diqqətinə çatdırırıq. İyun ayının 20'sindən 21'dən keçən gecə Azərbaycanın şimal və qərb rayonlarında lokallaşan bir ildırım və lokal yağış potensialı var. Lakin iyun ayının 21'indən 22'sindən keçən gecə saatlarında isə artıq Azərbaycanın Böyük Qafqaz rayonlarının Balakan, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmaili, Şamaxı, Xızı, Dağlıq Şirvandakı yağıntıların lokal, intensiv və güclü olması dolu potensialı var. Ən çox da bu sistem iyun ayının 21'indən 22'sindən keçən gecə saatlarında Şəki, Oğuz, Qəbələ, İsmaili rayonlarında və ətraf kəndlərdə lokal leysan xarakterli intensiv qısa müddətli yağıntı dolu potensialı var və bu sistemin Oğuz, Qəbələ istiqamətindən Ağdaş, Göyçay rayonlarına doğru yayılması potensialı var. Yəni Azərbaycanın şimal və qərb rayonlarında əsas qeyri-sabit hava şəraiti iyun ayının 21'indən 22'sinə keçən gecə saatlarında gözlənilir və nəticədə Şəki, Oğuz, Qəbələ ərazilərindəki lokal intensiv topa yağış buludlarının Ağdaş, Göyçay rayonlarına doğru Yevlax uzara doğru yayılması potensialları var. Eyni zamanda Kiçik Qafqazın Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur ərazilərində və yunanın 21'indən 22'sinə keçən gecə saatlarında lokal deməli, ildırım və leysan proseslərinin təkrarlanması tezliyində artım gözlənilir. Bu sistemin bir qolunun, baxın buradan deməli, Dağlıq Şirvandakı sistemin Qəbələ istiqamətindəki buludların bir qolu Şabran istiqamətindən Xəzər dənizi istiqamətinə doğru yayılacaq. Yəni bu sistem bir qədər cənubdan keçsəydi, iyun ayının 21'indən 22'sinə keçən Sumqayıtda lokal şimşək çaxa bilər. Lakin kifayət şimaldan keçdiyi üçün bunun Sumqayıta daxil olması potensialı zəifdir. Lakin birbaşa peyk və radar məlumatların təlləri əsasında son dəqiqə məlumatlarının izlənməsi vacib sayılır. İyun ayının 22'si gündüz saatlarında da yenə də eyni qaydayla Böyük Qafqazın Qax, Şəki, Oğuz, Qəbələ, İsmaili rayonlarında lokal leysan və dolu ildırım prosesləri yenidən təşkillanacaq və bu sistemin bir qolu Oğuz, Qəbələ istiqamətindən Ağdaş, Göyçay, Uzar rayonlarına doğru yayılması potensialları var. Yəni bu sistemin ciddi tez-tez dəyişməsi gözlənilir. Yəni günəşli hava şəraitinə baxmayaraq havanın qəfildən gəlsin dəyişilməsi potensialı var və bu sistemin qısa müddət ərzində güclənməsi potensialını da nəzərə alaraq birbaşa peyk və radar məlumatların tələbləri əsasında son dəqiqə məlumatlarının izlənilməsi vacib sayılır. İyun ayının 22'si baxaq gün ərzində nə baş verəcək? İyun ayının 22'si gün ərzində bu sistemin zaman-zaman Quba, Qusar rayonlarına daxil olması gözlənilir. 22 iyun tarixində gündüz saatlarında Quba, Qusarın dağ şəhərlərində lokal şimşək və leysan potensialı var. Eyni zamanda Xızı rayonunun dağ şəhərlərində də burada lokal şimşək və leysan, lokal dolu potensialı var. Lakin bu sistemin Qobustandan Abşerona daxil olması ehtimalları iyun ayının 22'sində zəif ehtimal olaraq qalır. Yəni əsas dəyişiklik Böyük Qafqaz rayonlarında və Kiçik Qafqaz rayonlarında gözlənilir. İyun ayının, baxın burada iyun ayının 22'sindən 23'üne keçən gecə, 22 iyun tarixindən 23 iyun tarixinə keçən gecə Balakan, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ rayonlarında ciddi bir topa yağış buludlarının şiddətli inkişafı gözlənilir. Xüsusilə də Qax, Şəki, Oğuz rayonlarında ciddi bir lokal leysan və dolu potensialı var və bu sistemin Oğuz, Qəbələ ərazisindən Ağdaş, Göyçay rayonlarına doğru yayılması potensialı var. Bu da o deməkdir ki, Ağdaş və Göyçay rayonlarında potensial olaraq bir dolu ehtimalları var. Yəni bu riskləri nəzərə almaq vacib sayılır. Deməli iyun ayının 22'sindən 23'üne keçən gecədə lokal dolu və leysan prosesləri Böyük Qafqaz ərazisində aktiv olacaq. Ən çox da Böyük Qafqazın Şəki, Oğuz, Qəbələ rayonlarında 22 iyundan 23 iyuna keçən gecə yağıntıların lokal leysan xarakterli intensiv və güclü olması, dolu yağması potensialı var. Yəni bu riskləri nəzərə almaq lazımdır. Bu sistemin inkişafına biz baxanda görürük ki, xüsusilə də iyun ayının 22'sindən 23'üne keçən gecə baxın bu Şəki istiqamətindəki və Qax istiqamətindəki buludlar kifayət güclü ola bilər və burada da leysan və dolu potensialı var.
Lakin bu sistemin geniş coğrafyanı əldə etməsi gözlənilmir. Sadəcə olaraq lokallaşan bir qısa müddətli də olsa güclü leysan, lokal dolu və ildırım burasları nəticəsində bəzi deməli sahələrdə fəsadların yaranması ehtimalları var. 23 iyundakı prosesə biz baxaq. Baxın 23 iyun artıq 23 iyundan 24 iyuna keçən gecə hər hansı bir ciddi bir dəyişiklik potensialı daha çox bu deməli 24 iyun tarixində gündüz saatlarında artıq Böyük Qafqazda və Kiçik Qafqazda artıq havada buludun artması 24 iyun gündüz saatlarında Kiçik Qafqazın Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilan ərazilərində lokal leysan və dolu potensialı var. Eyni zamanda 24 iyun artıq 24 iyun gündüz saatlarında baxın burada Ağstafa, Qazax, Şəmkir, Tovuz rayonlarında və Daşkəsən, Gədəbəy rayonlarında lokal leysan, lokal dolu prosesləri gözlənilir. Artıq 24 iyun günün ikinci yarısı axşama doğru bu sistem Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə ərazilərinə doğru Daşkəsən, Gədəbəydən artıq Yevlax, Mingəçevir istiqamətinə doğru və Şəki, Oğuz, Qəbələ rayonlarına doğru bu sistemin yayılması nəticəsində 24 iyundan 25 iyuna keçən gecə lokal leysan və dolu potensialı var. Eyni zamanda Quba, Qusar rayonlarının dağ kəndlərində və Xaçmazın dağ kəndlərində, Şabranın dağ kəndlərində lokal leysan, ildırım və dolu prosesləri gözlənir. 24 iyundan 25 iyuna keçən gecə Quba və Qusardakı yağıntıların lokal leysan xarakterli intensiv və güclü olması potensialı var. Bu da bəzi ərazilərdə su basma hadisələrinin artmasına və bəzi çayların məcrasından çıxmasına səbəb ola bilər. 24 iyundan 25 iyuna keçən gecə 25 iyun günün birinci yarısına baxın burada Xəzər dənizi ərazisində baxın burada neft daşları istiqamətindən bir yağış buludlarının keçməsi gözlənilir ki, burada potensial bir fırtına xəttinin keçməsi ehtimalları var. Bu sistem opsiyona daxil olmayacaq. Lakin bu birbaşa peyk və radar məlumatın təlləri əsasında son dəqiqə məlumatlarının izlənilməsi vacib sayılır. 25 iyun artıq Kiçik Qafqaz arasında baxın Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilanda və Böyük Qafqazın Quba, Qusar rayonlarında İsmayıllı, Qəbələ və Şamaxının dağ kəndlərində 25 iyun gündüz saatlarında lokal leysan, ildırım və dolu prosesləri yenidən təkrarlana bilər. Eyni zamanda 25 iyun baxaq 25 iyundan 26 iyuna keçən gecə yenə də Mingəçevir və ətraf rayonlarda Böyük Qafqazın Balakən, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmayıllı rayonları ərazilərində lokal leysan, ildırım və dolu potensialı yenidən gündəmə gələcək. Yəni 25 iyun axşam, 25 iyundan 26 iyuna keçən gecə Böyük Qafqazın Balakən, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələdəki yağıntıların lokal leysan xarakterli intensiv və güclü olması və Oğuz, Qəbələ istiqamətindən bu yağış buludlarının Mingəçevir, Yevlax, Bərdə, Göyçay, Ucar rayonlarına doğru yayılması gözlənilir. Yəni Oğuz, Qəbələdəki buludların Göyçay istiqamətinə doğru, Yevlaxa doğru yayılması potensialı var. Hətta Ağdaş rayonuna doğru da bu sistemin yayılması potensialları var. Bu riskləri nəzərə almaq lazımdır. Eyni zamanda artıq 25 iyundan 26 iyuna keçən gecə saatlarında baxın burada Bərdə rayonu və ətraf ərazi, Yevlaxda, Ağdaşda, Zərdab, Ağcabəddə lokal şimşək prosesləri gözlənilir və bu sistemin artıq təsirləri bir qədər Kiçik Qafqazın ətəklərinə qədər yayıla bilər ki, bu da Xocavənd arasında lokal leysan və ildırım prosesləri gözlənilir. 26 iyuna keçən gecə saatlarında baxın burada Abşeronun həm şimalından, həm də Abşeronun cənubundan lokal bir buludlanma gözlənilir. Bu sistemi birbaşa peyk və radar məlumatların təlləri əsasında yaxından izləmək vacib sayılır. Eyni zamanda Kiçik Qafqazın, eyni zamanda Böyük Qafqazın Dağlıq, Şirvan arasında, Qobustan, Mənəzər arasında baxın burada lokal bir laylı və topa yağış buludlarının inkişafı. Kiçik Qafqazın Kəlbəcər arasında da iyun ayının 26-sına günün birinci yarısında 26 iyunda lokal leysan və dolu potensialı var. Eyni zamanda artıq 26 iyun tarixi 26 iyun tarixindən 27 iyun tarixinə keçən gecə saatlarında daha çox Böyük Qafqaz ərazisində lokal buludlanma gözlənilir. 27 iyun günün birinci yarısında Azərbaycan ərazisində ciddi bir dəyişiklik potensialını göstərən bir model. Lakin 27 iyun artıq gündüz saatlarında burada Kiçik Qafqaz ərazisində Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şuşa ərazilərində lokal buludlanma potensialı var. Eyni zamanda 27 iyun artıq gündüz saatlarda yenə də Qazax, Ağstafa rayonlarında Tovuz, Şəmkir, Daşkəsən, Gədəbəy və Gəncə arasında doğru bir sistemin yayılması potensialı var.
Deməli, 21 iyundan artıq 22 iyuna keçən gecə saatlarının başarı əvvəlcə Böyük Qafqazda, Gəncə, Qazaxda və Kiçik Qafqazda havada buludun artması, lokal ildırım, leysan və lokal dolu proseslərinin tezliyində artım ehtimalları var. Artıq 22 iyundan 23 iyuna keçən gecə saatlarında isə baxın Böyük Qafqazın ən çox da 22 iyun axşama doğru, 22 iyundan 23 iyuna keçən gecə Böyük Qafqazın Balakan, Zaqatala, Qarx, Şəki, Oğuz, Qəbələ rayonlarında havada buludun artması, lokal leysan və ildırım proseslərinin təkrarlanması, lokal dolu ehtimalları var. Eyni zamanda bu sistemin bir qolunun Göyçay, Yevlax, Ağdaş rayonlarına doğru yayılması və Quba-Qusarda da lokal deməli şimşək, ildırım və leysan potensialında artım ehtimalları var və bu sistemin artıq zaman-zaman Gəncə, Qazaxa doğru yayılması və Kiçik Qafqazın Daşkəsən, Gədəbəy, Kəbizər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngəzur ərazilərində də lokal deməli leysan, dolu və ildırım prosesləri baş verə bilər. Bunun üçün də birbaşa page və radar məlumatların tələbləri əsasında son dəqiqə məlumatları kanalda yayınlanır. Ümumilikdə iyun ayının 24-dən 25-nə keçən gecə saatlarında baxın burada deməli Abşeronun şərqindən burada bir ildırım dolu buluların keçməsi gözlənir. Lakin bu sistemin Abşerona daxil olması potensialı yoxdur. Qobustan mənəzər ilə havada buludun artması ehtimalları olsa da bu sistemin Bakıya daxil olması ehtimalı yoxdur. İyun ayının 25-i artıq günorta saatlarında baxın xüsusilə Böyük Qafqazda və Kiçik Qafqazda lokallaşan bir yağış potensialı var. 25 iyundan 26 iyuna keçən gecə 26 iyun gündüz saatlarında baxın burada Abşeron ərazisində, Abşeronun şimalında və cənubunda lokal bir buludlanmanın artması gözlənir. Ümumilikdə bir daha bildirdiyimiz kimi bu sistem ən çox Şimali Qafqaza təsir edəcək və bu sistemin bir qolu Cənubi Qafqaz arasında, Azərbaycan arasında, Azərbaycanın Böyük Qafqaz rayonlarına, Kiçik Qafqaza, eyni zamanda Gəncə, Qazaxa təsir edəcək və bu sistemin zaman-zaman Böyük Qafqazdan Qəbələ, Göyçay istiqamətindən Ağdaş, Ucar istiqamətinə doğru yayılması, yəni Qəbələ istiqamətindəki buludların Göyçaya, Ucara, Ağdaşa qədər yayılması potensialları var. Deməli, iyun ayının ümumilikdə sonlarına qədər Böyük Qafqazda və Kiçik Qafqazda tez-tez leysan və dolu prosesləri təkrarlanacaq və bu sistem Böyük Qafqazdan Ağdaş, Göyçay rayonuna doğru yayıla bilər və Kiçik Qafqazdan da Gəncə ətrafına, Mingəçevirə və Yevlaxa doğru yayılması potensialları var. Bu barədə son dəqiqə olaraq page və radar məlumatların tələbləri əsasında son dəqiqə məlumatları kanalda yayınlanacaq. Ümumilikdə isə iyun ayının sonlarında hava şəraitinin qeyri-sabit keçməsi gözlənir. Ən çox Böyük Qafqazda, Kiçik Qafqazda və Gəncə, Qazaxda və bu sistem zaman-zaman Naxçıvan dağlıq ərazisinə daxil ola bilər. Eyni zamanda yardımlı verişlər və qısa müddətli şimşək və zəif bir yağış yağması potensialı var. Və bu proses əgər güclənərsə birbaşa page və radar məlumatların tələbləri əsasında son dəqiqə məlumatları kanalda yayınlanacaq. Abşeronda ciddi bir leysan potensialı yoxdur. İyun ayının 21-dən iyun ayının 30-una qədər olan müddət ərzində Bakı-Abşeron ərazisində ciddi bir fırtınanın baş verməsi, yəni ildırım çaxması, leysanın yağması, dolunun yağması ehtimalları yoxdur. Daha çox Böyük Qafqazda, Kiçik Qafqazda iyun ayının 21-dən 30-una qədər olan müddət ərzində hava şəraitinin gün ərzində bir neçə dəfə dəyişilməsi, ən çox da 22, 23 və 24 iyun tarixlərində Böyük Qafqazın deməli Balakan, Zaqatala, Şəki, Qarx, Oğuz, Qəbələ rayonlarındakı sistemlərin güclü olması, lokal leysan və dolunun intensiv və güclü olması və bu sistemin Ağdaş istiqamətinə doğru, Göyçaya doğru və Uzağa doğru yayılması potensialları var. Bu barədə son dəqiqə məlumatları kanalda yayınlanacaq.